Axşamınız xeyir olsun əziz tamaşaçılarımız. Dünyanın izlədiyi Lider telekanalının efirində mən Murad Arifin təqdimatında soloya baxırsınız. Bakıdan yayımlanırıq bütün dünyaya. Bakı küləklər şəhəridir. Bakı odlar diyarıdır. Bakı həm də cazın məskənlərindən biridir. Vətəni olmasa da bu ölkədə, bu şəhərdə hər zaman bu musiqinin küləyi əsibdir. Hesab edirəm ki, məhz bunun nəticəsidir ki, böyüməkdə olan yeni nəsildə həmçinin bu musiqini çox sevir, dinləyir, ifa edir, oxuyur. Sağ olsun bizim ustad sənətkarlarımız, hansılar ki, bu nəsli, bu yaradıcılığı bizə ötürürlər. Əziz dostlar, bugün soloda düz anladınız, caz rüzgarı əsəcək. Beləliklə, qarşılayın Respublikanın əməkdar incəsənət xadimi Cavan Zeynallı və gənc ifaçı Tofiq Həsənsoy. Look at me, I'm as helpless as a kitten up a tree, and I feel like I'm clinging to a cloud. I can't understand, I get misty just holding your hand. Walk my way, and 1,000 violins begin to play, or it might be the sound of your hello. That music I hear, I get misty the moment you're near. Can't you see that you're leading me on? And it's just what I want you to do. Don't you notice how hopelessly I'm lost? That's why I'm following you. On my own, when I wander through this wonderland alone, never knowing my right foot from my left, my hat from my glove. I'm too misty and too much in love. When I wander through this wonderland alone, never knowing my right foot from my left, my hat from my glove. I am too misty and too much in love. I'm too
in life. Teşekkürler, teşekkürler. Ay, ay. Bir dənə göydən yağan sarı yarpaqlar çatışmır yalnız. Görürsünüz, bax, nə Xoş ürəklə, gəlmisiniz. nə Təşəkkür edirəm. ürəklə oxudu. Bax, cavanlardır. Bax, indi deyirlər ki, Cavan müəllim. cavanlar. Sizin kimi müşahiət edən olsa, məncə hər kəs oxuyar. Şübhəsiz ki, Tofiqin çox böyük istedadı var və çox böyük gələcəyi var inşallah. Mən çox sevinirəm ki, bugün qonağımız sizsiniz. Minnətdaram Murad, gəlmisiniz, Tofiq. verilişə Xoş qonaq gəlmisiniz, çağırdığınız üçün. Cavan müəllim bizim korifeyimizdir. Cavan müəllim, əslində Cavan müəllimin adı Cavan Şirdir. Cavan Sonra ki, Şir. Cavan Şir, Aslan, Cavan müəllimlə Və işləmək böyük bir həyatı zövq boyunca verir. bu adı təsdiqləməklə məşğul. Tamamilə doğrudur. Vaxtlar şiirlərdən biriniz qorxurlar, ona görə şiiri çıxartmışam, qalmışam cavan. Cavan Cavan müəllim, müəllim. siz bizim əzizimizsiniz. Siz bu ifadəni rusca deyirsiniz Temoy adını. Mən Azərbaycanca söyləmək istəyirəm. Siz bizim əzizimizsiniz. Həqiqətən də. Mən özümü çox gözəl hiss edirəm ki, bax, Muradı görəndə mən belə rahatlanıram. Burada bir şey var. Bu deyir ki, mən visiyəm. Bəli, Tərəzi. mən də visiyəm. Aha, Çox tərəzi maraqlıdır. sözcüləri. Cavan müəllimin Amma diliylə desə, Cavan Murad krasavşik prosto. o Tamam, məni müzakirə etməyək. Qonağım sizsiniz, sualları mən verəcəm, siz cavablandıracaqsınız. Çox sağ ol. Tofiq, sən də həmçinin görmək çox xoşdur. Mən bir məqamı vurğulayım ki, Tofiq gözəl ifaçı olmaqdan ziyadə həm də bizim radiolu icrənin aparıcısıdır. DJ-dir, ümumiyyətlə DJ-li və aparıcılıq təcrübəsi kifayət qədər olan bir şey. Açıqını deyim, mən də bilmirdim ki, sənin oxumağın var. İllər öncə, yəni bilmirdim. Və günlərin bir günü mən eşitdim, çox bəyəndim, çox bəyəndim. İndi sən mənə deyirəm, Tofiq, özü daha çox aparıcı DJ kimi istəyirsən, yoxsa müğənni kimi? Və hansı təqdimat sənə daha yaxındır? Uşaqlıqdan oxuyuram. Bu yaxınlarda bir xalam qızının ad günü kasetinə baxdım. Görürəm ki, mənim orada hardasa 8-9 yaşım var və çıxıram orada kamera qarşısında başlayıram aparıcılıq eləməyə. Görürəm Aha. ki, ictimai siyasi mövzuda aparıcılıq Aha. edirəm və təəccübləndim özümə ki, uşaq olasan. Yəni uşaqlıqdan aparıcılığa meyilliyim olub. Səhnəni sevirdin, Bəli, mikrofonu sevirdin. Ondan əlavə 6 yaşımdan skripka ilə məşğul olmuşam, musiqi məktəbini bitirmişəm. 10 yaşımdan oxumağa başlamışam və çox şadam ki, vaxtilə Tofiq Quliyevin konsertində, onun yaradıcılıq gecəsində oxumuşam. Onun Çox şadam. sağlığında. Bəli, onun sağlığında onunla görüşmüşəm, ünsiyyətdə olmuşam. Nə Tofiq gözəl. müəllim mənə bir dəfə öz notlarını bağışlamışdı. Söhbət gedir 97-ci ildən. Mənim 11 yaşım var idi. Çox böyük arzum idi Tofiq Quliyevdən görüşəm. Çünki Tofiq Quliyev bildiyimiz kimi Azərbaycan klassik estradasının ən parlaq, Çox nəhəng ecazkar bəstəkardır, nümunələrini yaratmış çox nəhəng bir bəstəkar. böyük bəstəkarımız idi. Hansı ki 40-cı illərin əvvəllərində məhz Azərbaycanda Caz estrada caz ənənələrini orkestrini, gətirdi. Doğru, məhz tamamilə Big Band'in yaradıcılarından biri olub və hətta o insan olub ki, təsəvvür edin ki, SSR-də 30-cu illərin sonunda ilk dəfə caz orkestri yaradılanda Tofiq Quliyev orada akompanyator olub, Cavan müəllim. Təsəvvür edin, görün Onun nə nəğmələrdə böyük hər zaman caz səsi olub, caz Təbii ki, duyulubdur. Zibeydən məsələn götürsək və maraqlı sekvensiyalarla onun Məhz düzülüşü. Zibeydə Azərbaycanda yazılmış ilk caz nəğmələrdən biridir. Belə də demək olar, 1955-ci ildə Bəxtiyar kino filminə Bəli, yazılmış belə bir tamamilə soundtrack. doğrudur. Sonradan artıq bir çox caz instrumental kompozisiyaların belə deyək bəzəyi olub. Caz ovqata daha yaxın bir Tamamilə doğrudur. Biz indi Tofiq Quliyevlə bağlı O yaradıcılıq heç. proqramını Ona şey təqdim deyək, edəcəyik onu mütləq demək istəyirəm zamanında. ki, yəni aparıcılığa artıq 18 yaşımdan başladım. Amma uşaqlıqdan belə sənətlərdə. səhnəni sənəti və mikrofonu sevdin. Tamamilə doğrudur. 10 yaşımdan sonra oxudum, amma özümü axtarışdaydım. Sən amma ali təhsilin də var musiqi istiqamətində. Bəli, mən Rusiyada yox, bitirdin. belə deyək, mən ali təhsilimi Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Yəni Nə əlaqəsi? Uşaqlıqdan oxuyan adamın yox, sadəcə valideynlərimin istəyi, valideynlərimin, nənəmin arzusu idi ki, Aha. nənəm deyirdi ki, oğlum, çünki onun oğlu yox idi, məni oğlu kimi böyüdü və həmişə deyirdi ki, oxumaq həmişə olacaq, musiqi həmişə olacaq, istedad var, sonra get, gir universitetə, hüquqşünas ol, sonra davam eləyərsən. Aha. Mən də dedim ki, nənəm, yaxşı, qəbul olacağam sənin istəyinə. Amma hüquqşünas olmadın. Oldum hüquqşünas, yəni daxil oldum, bitirdim, amma olmadım sən deyən Olmadın. kimi və sonradan qərar verdim ki, mən mütləq Sən gərək Moskvada cazla. bitirdin. Mən daxil oldum Moskva İmprovizasiya Musiqisi Kollecinə. Burada mən bildiyimiz kimi çox təəssüf ki, yəni Azərbaycanda caz məktəbi yoxdur. İlk dəfə caz musiqisinə mən Belə caz vurğulamaq ənənələri var, istəyirəm. məktəbi var, Məktəb amma yoxdur. təhsil ocağı yoxdur. Yəni belə deyək də konkret təhsil ocağı ki, hansı ki, Bəli. xüsusi metodlarla gənclərə, bəli. məsələn, tutaq ki, caz təhsil vokalı ocağı öyrənmək yox. üçün hara getməlisən? Heç Yoxdur hara. elə bir Ya yer. bu gərək kafedra olsun da, yəni konservatoriyada. Orada var müəyyən musiqi kafedra, amma kolleci. məsələn vokal şöbəsi yoxdur. Məsələn, Kafedra, musiqi O Caz- instrumentalistlər Bəli, üçün daha yalnız uyğundur. və yalnız. Bizdə bir çıxış yolu var da, klassik vokalla məşğul olursan və gəlsən Cavan müəllimin yanına, o sənə öyrədir. Cavan müəllim, Caz oxumaqda. məsələn, Cavan müəllim bir neçə manyerada
da dərs deyə bilər, öyrədə bilər. Təbii. Nəyə görə Cavan müəllim Louis Armstrongu tanıyır, El Gironu tanıyır. Cavan müəllim Saymayaq, saymayaq. Səni mənim tanımadıqlarımızı Nat tanıyır. King Cole əvvəl o Nat King Cole'dan söhbətlər gedir Yəni ki, o Nat King Cole sürəti olduğu kimi Cavan müəllim həmin manieraları bilir. Və o manieraları Və sənə bilmədən caz öyrətməyə olunur. başlayıbdı. Tovik, mən istərdim ki, sən Rusiyada aldığın təhsil haqqında danışaq bir qədər sonra. Amma indi Cavan müəllimlə söhbət edək. Cavan müəllim, misal üçün Tofik'i harada tanıdınız və... Siz bilirsiniz, bu yəni talihdir. Aha. Yəni görürəm ki, simpatikli oğlandır. Mən baxıram abışla, o kimi görürəm birinci dəfə, baxıram onun gözlərinə, baxıram onun söhbətlərinə və görürəm ki, bu yaxşı insandır. Mən əvvəldən onu baxıram. Çünki əsas odur ki, gərək insan təmiz ürəkli olsun. Və mən onu gördüm. Belə də gördüm ki, bu hələmişə Moskvaya getməmiş, məndən soruşmuşdu ki, gedim ora yoxsa yox, məsləhət istəyirdi məndən. Mən ona demişəm ki, get, Moskva çox böyük şəhərdir və orada ayrı cürü diapazon, cazın diapazonu öz. Çünki mən orada 3 il yaşadım və gördüm Moskvanı. Sonra qaçdım oradan Bakıya. Çünki orada görürəm ki, orada çox adamlar vururlar. Mən dedim, yox, mənlik deyil. Mən gərək yaşayım. Amma Tofik'i göndərdiniz. Amma Tofik'i göndərdiniz. O cavandı axı. Ona qorxusu yoxdur. Cavan müəllim bilir ki, mən zərərli vərdişlərdən uzağam açığı. Sadəcə Cavan müəllimlə mən məsləhətləşmişəm. Çünki həqiqətən bilirsiniz, cazı oxumaq üçün mütləq gərək harmoniya biləsiniz. O öz yerində, amma necə oldu ki, bir yerdə işləmək qərarına gəldi? Demək, bu çox maraqlı andı. O vaxt, demək, İncəsənət Universitetində Vaqif Gərəzədənin yanına gəlmişdim və təsadüfən Cavan müəllimi gördüm. Orada Vaqif müəllimlə birgə biz Lullaby of Birdland, All the Things You Are, Autumn Leaves, bu caz standartları biz keçirdik. Bir də gördüm Cavan müəllim ki, Cavan müəllim şəhəri kim oxuyur, kimdəndir bu? Belə Cavan müəllimlə bax, ilk tanışdığımız 2008-2009-cu illərə təsadüf etmişdi. Eşitdim və maraqlandım. Qulağım, yəni məni eşitdi, hələ həmin o tonu, o stilini ki, mən sevirəm. Hər ikimiz baritonu. Gəldim, qapını açdım, dedim, ay nə gözəl, ay salam əleykum. Cavan müəllim pozitivdir. Amma hər ustad bunu etməz. Hər ustad gəncə belə dəstək olmur. Mən onu şəxsi təcrübəmdən bilirəm. Cavan müəllim, siz gəlmişsinizsə, sizdən gözəl bir nəğmə dinləməsə olarmı? Buyurun, zəhmət olmasın. Mən səhər bugün George Benson'ı görmüşəm. Harada? Yuxuda mı? YouTube'da. Hələ yuxuda, YouTube'da eyni şeydir. Yuxu kimi idi yəni. Amma George Benson ona görə mənim üçün Nation Boy yox. Nature Boy, bravo, gözəl caz standart. Ekranlardan ayrılmayın, Cavan Zeynal'ın ifasında gözəl bir əsər təqdim olunacaq. Dinləyin. There was one very strange enchanted boy. They wandered very far over land and sea. A little shy set of eyes, very wise with he. Then one day, on magic day, he passed my way. As we spoke of many things, full and careless, please say to me, greatest thing
you'll ever love. Just to love and belong in return. A magic day passed my way, has the spark of many sins for and kiss. Jesus said to me, greatest sin you'll ever love. Just to love and belong in return. Bravo! Teşekkürler Cavan müəllim, minnətdarıqsa buyurun əyləşin. Çox Amerika sağ olun, çox musiqi xəzinəsinin ən nadir və ən sevilən nümunələrdən biri. Bu mahnını kimlər oxumayıb ki, Nat King Cole, George Benson və Cavan Zeynal'ın ifasında dinləmək də çox Cavan onlardan sonra Bravo. mən bu mahnını sevdim. Birinci isə, bax bu da cavandır da. Bu bilir ki, Nat King Cole onu oxuyub. Nat King Cole onu haçan oxuyub. Ötən əsrdən 50-60-cı illərdə. Bəli, 61-ci ildə bunları maşallah, çünki maraqlanırdı. Cavan müəllim. Var belə cavanlar, Bravo. maraqlanırlar. Eşq olsun, Çox bravo. sağ ol ki, siz varsınız. Siz sağ olun. Bax, sizin kimi qonaqlar olmasa bu bir Vallahi şey. mən elə sevinirəm ki, bizdə belə Ay, nə cavanlar gözəl. var. Bir ustad sənətkarın qəlbi sevinirsə, mən buna çox sevinirəm. Və yağ verişimizin əvvəlində söyledim ki, Cavan müəllimə bir baxdım, bir özümə baxdım. Hesab edirəm ki, bizim bu pavilyonda yalnız göydən düşən sarı yarpaqlar çatışmır. Baxın, amma indi biz o yarpaqları bura gətirə bilməsək də, onu hiss elətdirə bilərik. İllər öncə cazdan kifayət qədər uzaq olan bir sənətçi, Fransa şanson musiqisinin dahisi Yves Montand üçün yazılmış bir əsər var idi. Daha sonra onu daha çox sanki caz ifaçıları sevdi. The Fallen Leaves. Bu günlərdə onu Tofiq Həsənsoy oxuyacaq. Cavan Zeynal'ın müşayiəti ilə. Siz hazırsınız? Bəli. Biz də hazırıq. Buyurun. The falling leaves drift by my window. The falling leaves, some red and gold. I see your lips, the summer kisses, the summer dance I used to hold. Since you went away, that day's ground down, and soon I'll hear all winter song. But I miss you most of all, my darling. Oh, baby, when autumn leaves start to fall.
Since you went away, the days grow long, and soon I'll hear a winter song. But I miss you most of all, my darling people, when autumn leaves start to fall, when autumn leaves start to fall, when autumn leaves start to fall. Bravo, bravo. Yaşatdınız bizə o hissləri, o duyğuları, mahnının çatdırmaq Bravo. istədiyini Teşekkür ederim. ötürə Cavan bildiniz. bravo. Çox sağ Cavan olun. müəllim akompaniment eləyəndə, müşahidə eləyəndə, Müşahidə həqiqətən edəndə. də bir enerji ötürür mənə və ümumiyyətlə digər Və solistlərə o də enerji Cavanın bir o qayda enerjini olaraq ala bilirəm. pozitiv enerjidir. Pozitiv, həm də caz enerjisidir. Bunu bilmirəm necə izah edeyim. Yəni, məsələn, Cavan müəllim gülür ha. O gülür, o Armstrong'in gülüşü ilə bir dənə müqayisə edeyim. Var, yaxın o bir gülüş, şeydir. O təbii cazdan gələn gülüşdür, həqiqətən. Çünki bəzi cazmenlərin fikir verin, bu xüsusən də Crooner manierasında oxuyanlar, tutaq ki, Frank Sinatra, Nat King Cole, Andy Williams, Johnny Mathis. Bu manierada oxuyan fikir, Tony Bennett məsələn, hansı ki, bugünə kimi ifa eləyir. Neçə, 90 yaşı var, amma necə ifa eləyir? 94, biraz azdır, amma yaxşı ifa edir. Yəni, o güləndə həbisi, bu Cavan müəllim yadıma düşür. Hətta bəzən Elgiron'u da mən xatırladırırsınız Cavan müəllim. Var belə şeylər, çünki onları o qədər baxmışam. Amma Maya Barataşvili mənim veşimdə qonaq olanda söylədi ki, bizim əslində bu səs quruluşumuza, səs ifaçılığımıza yardım edən bir şeydir təbəssüm və çox zaman biz oxuyanda əslində səsimizi kontrol edirik, gülmürük. O da ola bilər, o da var. Amma yox, mən tutaq ki oxumuruq. Bax, tutaq ki oxumuruq. Cavan müəllimə baxın. Görün necə gülür. O lazımdır. Bilirsiniz nəyə görə? Adam güləndə çox maraqlıdır. Bax, yuxarı notlar var, məsələn. Bir iş çətin onları gətirmək olar da. Yuxarı gedirsəm, hər müğənni istəmir yuxarı. Pavarotti kimi, Mario Lanza kimi, Tom Jones kimi gedirlər yuxarı, ləzzət vermir. Çünki çətindir. Amma o notları gətirəndə, güləndə görürsən ki, bu həmin o notlar yüngülləşir. Diapazonun açılır. Sirlərdir ha, yazın bir yerə. Rəşid Behbudov mənim müəllimimdir. Mən onu ilə 10 il çalışdım. Az deyil. O hərdən deyirdi mənə, hərdən deyirdi. Görürsən ki, ses getmir. Başla gülməyə. Deyirəm, dedim, gülməkdən nə ses oları, Rəşid müəllim. Deyir, bax bir. Mən başladım konsertlə eksperiment eləməyə.
görürəm ki, nastroyeniyum olmuyor. Oxuyuram mahnını. Gülərək. Baxıram, oturanlar bir tər, biri yatır, biri bilmirəm simiçka çıtlayır. Bizdə belə şeylər çox olmuşdu. olub, çox Gastrollarda çox olmuşdu. Baxıram, uje oxumaq istəmirəm. Bir daha gülümsəyirəm. Rəşidi yada salıram. Görürəm ki, hamısı normallaşır. Çünki bu musiqi, yəni nadir hallarda musiqidir. Çünki bu cazdır. Caz hər adam onu bilməz və çalmaz və oxumaz. Amma mən bilməz. baxıram, Tofiq, oxuyanda görürəm ki, bu elə gözlərini bağlayır, uje hansı dünyada olur, uje mən görürəm, ləzzət də Yəni o verir. doğru yanaşır. Doğru yanaşır. Tofiq, zəhmət olmasa bizə danışardın. Moskvada nə öyrəndin? Nə öyrəndin ki, onu burada sən öyrənə bilməmisən? Əslində məhz təhsil üçün müəyyən məkanlar axtarırdım və düşündüm ki, Moskva daha uyğun ola bilər, yəni yaxındır və getdim. Sadəcə günlərin bir günü 2010-cu ildə qərar verdim ki, bu kollecdə təhsil alacağam. İmtahan verdim, daxil oldum. Moskvada nə öyrəndim? Onda? Necə? Hansı kollecdə onda qeyd et? Moskva İmprovizasiya Musiqisi Kolleci belə adlanır və burada SSR-də tanınmış caz big bandlərinin solistləri və yaxud rəhbərləri orada dəstəkləyirlər. Məsələn, mənim müəllimim əməkdar incəsənət xadimi Rusiyanın SSR-nin Aleksandr Grigoriyevich Suxix trombonçu olub və eyni zamanda gözəl bəstəkardır, caz bilicisi. Çox məşhur musiqiçidir, cazmendir Suxix. Onun adını yada Aleksandr Grigoriyevichdən salır. çox şey öyrəndim. Çünki birincisi, təbii ki, mən fikirləşirəm ki, mütləq və mütləq caz vokalçı estrada vokalçısından fərqli olaraq improvizə etməyə bacarmalıdır. Bu çox önəmli bir faktor. Bəli. Bu ya sket vokallı ola bilər, ya da ki sözlərlə ola bilər. Əgər hər hansı bir müğənni çıxır, tutaq ki, Autumn Leaves-i oxuyursa və şəkili qırağa durursa, pianoçu və yaxud saksafonçu başlayır improvizə eləməyə və axırda təzədən qayıdırsan, yəni oxuyursanız, bu arada estradadır. Bu estradadır. Bəli. Ona görə də gəlin özümüzə Sket aldatmayaq. olmalıdır. Sket olmalıdır ki, Sket ola bilər. Ola bilər ki, sözlərlə olsun. Məsələn, vokalist formasında tutaq ki, belə bir ifaçı olub Eddie Jefferson və yaxud da ki, tutaq ki, Jim Hendrix. Bu o Jim Hendrix yox, bu başqa Jim Hendrix'i. Hansı ki, tutaq ki, Autumn Leaves-i tutaq ki, oxuyandan sonra başlayır sözlərlə improvizə etməyə. Sket vokalı yox, sözlərlə. Bu vokalist üslubu var cazda. Bunun davamçılarıdır. Mark Murphy ola bilər. Bu indi sket vokal idi. Ola bilərdi ki, sadəcə həmin sözləri, məsələn, mən hər zaman qulaq asırdım kimlərdən necə improvizə etmək olar. Bu mənim üçün birinci məqsədlərdən. Ən çox kimdən öyrəndin? Mən başladım klassik ənənəvi cazın davamçılarından, pionerlərindən öyrənməyə. Billie Holiday improvizə etmirdi. Əsas etibarilə Ella Fitzgerald, Sarah Vaughan. Daha sonra Mark Murphy, belə bir ifaçı var. John Henderson. John Henderson özü, bəli, onun çox maraqlıdır. Və ya Kurt Elling. Mənim üçün bugün dünyada bir nömrəli caz vokalçı soruşanda kimdir? Mənim üçün Kurt Ellingdir. Və çox xoşbəxtəm ki, Moskvada onun konsertində oldum, bir qədər ünsiyyətdə də oldum. El Giro öz yerində, Bobby McFerrin öz yerində. Yeri gəlmişkən Bobby McFerrin Bakıya gəlmişdi fevralda. Biz çox maraqlı gözləyirdim onun konsertini. Oldu mu konsert? Oldu konsert və hətta ona duet də oxudum sarayda. Çünki Bobby McFerrin belə bir ənənəsi var. Hər zaman belə Adam Bobby McFerrinlə duet oxuyub. Murad, təsəvvür et. Sən bəs niyə mühafizəsiz gəzirsən? Bobby McFerrin oxuyur və hər zaman əlində səhnədə belə bir mikrofon tutulur. Yəni o deməkdir ki, gözləyirəm. Kim gəlib məndən improvizə edəcək? Çox sadə bir harmoniya idi, sadəcə sket vokalı. Və mən çıxdım sadəcə. Ay halal olsun. Yox, sadəcə yanımda həm də Mike Delfero var, belə bir Hollandiyadan olan məşhur demək pianoçudur. Dedi, come on, this is your chance. Ürəkləndin sən də. Ürəkləndirdim və dedim, çıxdım, oxudum, həqiqətən də çox. Bunun video görüntüləri var mı? Var, YouTube'da var. Bu tarixdə Azərbaycanda Bob McFerrinlə bərabər səhnə paylaşan hər insan yoxdur. Çox böyük xoşbəxtlikdir. Çünki Bob McFerrinlə improvizə etmək. Tofiq, özün nefir adamısan. Bu qaydaları bilirsən. Biz çalışmalıyıq ki, bütün repertuarı sığışdıraq. Eləsə növbədə nə olacaq? Bəlkə bir Azərbaycan mahnısı ifa eləyək, Cavan müəllim. Klassik estradamızdan. Olar. Məsələn, mən Sevil qrupunun ifasında Bəlkə kompozisiyası var, Vaqif Mustafazadənin müşayiəti ilə. Bəlkə də. Amma Emin Sabitoğlu yazıb, onu Qaya qrupu da oxuyubdur. Bəli, onlar da oxuyublar, Sevil də Qaya oxuyub. qrupunun keçmiş üzvlərindən biri Cavan Sizin müəllim. repertuardan var mı Cavan müəllim? Teymur Mirzəyev onu oxumuşdu. Bəlkə. Oxuyam onu. Bəlkə də. Oxusun Cavan müəllim. Amma məşq lazımdır eləmək. Yox, bu verişin gözəli ondan ibarət. Cavan müəllim. Cavan müəllim burada. Eksprompt hər şey olacaq. Getdik. Eksprompt. Yəni də mən sevərəm ki, məşq olanda ki, mən rahat çalım. Məşqsiz eksprompt eləyir. Cavan müəllim, hərdən məşqsiz o qədər gözəl alınır. Özdə cazda məşqsizlik lazımdır, özün bilirsən. Bəlkə də Emin Sabitoğlu'dan Cavan Zeynalov. Yaxşı, onda oxuyaq.
Aparır məni vaxt aparır Könlündən əlindən qoparır Aparır məni vaxt aparır Könlündən əlindən qoparır Ay yana gözlərim qapanır Gelirim bulutlar keçende Ay yana gözlerim kapanır Gelirim bulutlar keçende Belki, belki, belki de Belki, belki de Belki, belki, belki de Belki, belki de Gelirim bu yaya gelirim Ya geçse payızda gelirim Gelirim bu yaya gelirim Ya geçse payızda gelirim Nigaran koymuşsan bilirim Gelirim karanguş gelende Nigara koymuşsam Gelirim karanguş gelende Canım benim. Belki, belki, belki de Belki, belki de. Belki, belki, belki de Belki, belki de Belki, belki, belki de Belki, belki de Belki, belki, belki de Belki, belki de Təşəkkürlər. Son akord ümumiyyətlə möhtəşəm idi. Tofiq, zəhmət olmasa beşimizin artıq yavaş-yavaş sondur. Mənim üçün çox maraqlı ki, belə bir sənətkarla ünsiyyət şansı qazanmışsansa, bərabər çıxış eləmə şansı qazanmışsansa, bu əməkdaşlığınızı bəlkə bir studiyada davam elətdirəsiniz ki, insanların əlində bir disk formasında nümunə olsun. Belə bir plan varmı, yoxsa elə bir neçə verişlə bitəcək bu münasibət? Onu deyim ki, qarşıdan radiolizerin çalışdığım aparıcısı olduğum, hər gün saat 11-3 arası radiolizerdə caz verilişinin aparıcısıyam. Caz tarixi, müəllif verilişim var və digər Azərbaycan cazı ilə bağlı maraqlananlar qulaq asa bilərlər. Bizim 16 yaşımız tamam olacaq, noyabrın 15-i. İnşallah biz Cavan müəllimin ayrıca bir dənə qəşəng bir proyekt eləyəcəyik. Digər musiqiçilər də olacaq və ardınca bizim proqramımızı daha da mükəmməlləşdirdikcə biz mütləq onu studiyada lentə yazdıracağıq ki, Yəni, Cavan belə bir plan var. tarixdə qalsın da bizim əməkdaşlığımız. Mütləq. 20 il keçsin, 30 il keçsin. Hamı verilişlər, televiziyada, liderdə olanda Öz hamısı yerində. tarixdə. Yox, amma disk formasında bu çıxsa daha gözəl olar. Yəni DVD, Hə, DVD də ola bilər, disk də ola bilər, audio sizi. Yəni studiyada hansısa bir mahnı aranjman etdirib bərabər oxumaq, bərabər yazmaq. Bu plandan danışıram. Sizin belə bir istəyiniz Yaxşı ideyadır. bu
o studiya, mən başa düşdüm ki, bu studiya istəyir ki, biz girək studiyaya, orada da qalaq, səhərəcən. Yəni 2-3 verişlə bitməsin, onu deyirəm. Bu yaxşı şeydir, amma onu bu da proyektdir də. Yəni bu onun öz necə deyirlər çətinliyi var. Çünki studiya siz bilirsiniz də, studiyaya girəndə adam ayrı dünyaya girir. Sevmirsiniz studiyaları? Yox, necə deyim, çox olmuşam, çox olmuşam. Amma canlı ifa eləmək başqa cəvizdir. Bəli. Cavan müəllim, bir dənə qəşəng zapis eləyəcəyik. Problem yoxdur. Heç olmasa bir nəğmədə, bir mahnıda. Mütləq. Çünki Cavan müəllimin, misal üçün, belə bir ifası da var idi. Jobimdən oxumuşdu, Azərinlə xatırlayıram, illər öncə çox möhtəşəm alınmışdı. Yəni, bu ənənəni davam eləmək lazımdır. Cavan müəllim, sizə uğurlar, sizə can sağlığı, eləcə də Tofiq sizə. Mən əminəm ki, bu bizim birinci və son görüşümüz deyil. Elə bu tərkibdə, bəlkə biraz genişlənmiş tərkibdə də solo verişində hər zaman sizi görməyə şad olaraq. İnşallah. Verişimizin artıq sonudur. Çox sağ olun. Öncə sən, daha sonra son sözü sənətkar söyləyəcək. Təbii ki. Təbii ki. Mən hazır. Murad, minnətdaram sənə və minnətdaram ki, sən ümumiyyətlə bilirəm ki, yəni pop musiqidən əlavə sənin jazz, soul, blues, Afro-Amerika musiqi mədəniyyətinə yaxın insansan və bu musiqilərdən xəbərdarsan, bu musiqilərdən zövq alan bir insansan. Səninlə bu haqda ünsiyyətdə olmaq olduqca xoşdur. Çox qarşılıqlı. Və çox sevirəm ki, yəni jazz musiqisini bugün biz Lider TV-də də təbliğ edə bilirik. Çünki jazz çox spesifik musiqidir. Belə bir Rafiq Babayevin belə bir sözü olub, deyib ki, caz hamı üçündür, amma hamı özünü məcbur eləməli deyil caza qulaq asmağa. Yəni, sənə bu xoşdursa bu musiqi qulaq as. Çünki cazın müxtəlif istiqamətləri var, avantgardı var, bir qədər çətin formaları var. Kimə necə xoşdursa qoy caz musiqisini qulaq asın, çünki caz musiqi təməldir. Caz musiqisindən sonra istər soul oxuya bilərsən, istər blues, istər pop və s. ilaxır. Təşəkkürlər Tofiq. Cavan müəllim, sizin ürək sözləriniz, sizin... Mən necə deyim, mən çox saadətli adamam ki, nəyə görə, neçə ilin mən necə deyirlər... Sənətkarısınız. Caza, necə deyirlər... Xidmət edirsiniz. Bəli, nə qədər, bu Qaya ansamblida mən 20 il çalışdım, nə qədər biz Qaya ansamblı ilə caz oxumuşuq Beynəlxalq festivalında. Bizə müşahidə eləyirdi çox məşhur caz orkestr, Oleg Lundström'ün orkestri bizə 19 dənə konsert biz vermişik, gəmi ilə getmişik. Sonra bizə deyiblər ki, Avropaya gedək 3 aylıq, o vaxtda da kruizlər var idi. Hələ həmin o orkestrla, amma hələ ki, bu Qayanın ayrı planları var idi. Yəni, bizim Azərbaycanda gərək konsertlərimiz olaydı və ona görə biz getmədik. Amma bu ki, Oleg Lundström'ün orkestri müşahidə elədi bizə və çox maraqlıdır ki, orada mən bir daha solo oxudum. Bizdə bir mahnı var idi, caz mahnısı. Kvartet Qaya oxuyurdu, Larisa Dolina ilə sonra gəlmişdi, Bakıya o da oxumuşdu. Mən orada bir solo oxudum, birdən Lundström saxladı orkestri, dedi ki, saxla Lundström. Ne oldu? Biz dedik, biz nöş belə saxladı? Dedi, Томик, а что ж ты не говорил, что у вас в Азербайджане Джо Уильямс живет? O, bravo, Joe Williams, məşhur Afro-Amerikalı bariton tembrli. Biz başa düşmədik, o kimə deyir? Mən də skromlu adamım, deyirəm, o kimə deyir? Sizə deyirmiş, Cavan müəllim. Akazvıysa o mənə. Cavan müəllim təvazökar. Cavan müəllim, orada sol oxudunuz, burada da sol oxuyun. Mən sizi səhnəyə dəvət edirəm. Dəyərli tamaşaçılarımız bugünə bu qədər. Sağ olun, salamat qalın, cazla qalın. Görüşərik. Angel flame, let's my people go. A whistle and a good night say, let's my people go. Go down, go down.
Moses, way down me cello, Daddo, Pharaoh, let my people go. Let my people go. Now wait at the angel flame, let my people go. Always so good not say, let my people go. Good down, Moses, way down me cello, Daddo, Pharaoh, let my people go. Let my people go. Moses, way down me cello, Daddo, Pharaoh, let my people go. Let's